Gəlin görək, Əsr surəsi özündə hansı sirləri ehtiva edir? Allah Müteal buyurur, Bismillahirrahmanirrahim, Vəl-əsr, and olsun əsrə. Əsrdən bir neçə məna təfsirçilər bizə izah ediblər. Birinci mənası Peyğəmbərin əsri, Peyğəmbərin dövrüdür. Hansı ki, İslam günəşi həmin zamanda doğdu və dünyaya öz işığını saçdı. İkinci mənası gündəlik namazlarımızdan üçüncüsü və əsr namazı adıyla bildiyimiz günorta namazıdır. Hansı ki, onun da ən üstün namaz olduğunu bilirik. Və bu mühüm təfsirlərdən də biz anlayırıq ki, Allah Müteal əsrə and içməklə nə qədər də mühüm bir məsələni bizə ayənin davamında çatdıracaq. Ardınca Allah Müteal buyurur, İnnəl insənə ləfī xusr. Həqiqətən də insan zərərdədir. Zərər isə bildiyimiz kimi ticarətdə insan artıq sərmayəsindən də itirməyə başladığı zaman, Lori dildə desək, mayasından da aşağı artıq insan bir şey satırsa, biz bunu zərər kimi qəbul edirik. Artıq insan hər şeyini itirdikdən sonra yenə də itirməyə davam edirsə, biz buna deyirik xusr, xusran, yəni zərər. İlləl-ləzīnə əmənu və amilus-salihət. O kəslər istisnadır ki, iman gətiriblər və salih işlər görürlər. Və təvasav bil-haqq və təvasav bis-sabr. Bir-birlərinə haqqı və səbri vəsiyyət edirlər. İndi isə bunların izahına baxacaq. Allah Müteal demək istəyir ki, indi sayacağımız 4 xüsusiyyət kimdə olarsa, onlar bu zərər çəkənlərdən, açıq aydın ziyana düşmüşlərdən olmazlar. Onlardan birincisi, o kəslər ki, Allahın birliyinə iman gətirmiş və əməllərdə də özlərini doğrultmuşdular. İkincisi, o kəslər ki, salih əməllər, düzgün işlər görərlər və bunu Allaha xatir ixlasla edərlər. Üçüncüsü, bir-birlərinə haqqı tövsiyə edər və vəsiyyət edərlər və bu vəsiyyətə əməl etməkdə istimrarlı, davamlı olarlar. Yəni, bir-birlərini yaxşıya dəvət və pisliklərdən çəkindirərlər. Dördüncüsü, bir-birlərinə səbri vəsiyyət edərlər. Allahın günahları qarşısında çəkinmək üçün səbri və Allahın itayətində davamlılıq üçün səbri vəsiyyət edərlər. Onlar ediləcəyi imtahanlarda, başlarına gələcək müsibətlərdə səbr etməyi bacararlar. Vəssalamu aleykum və rəhmətullah və barakatuh.